Salatu ve selamu ala seyyidina Muhammedin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve alihi teyyibina tahirin sıyyama bekiyetillahi fil aradin namusu dehr. Hüccet ibn-i Hasan. İbadat itaətlərimizin, dualarımızın qəbul olunmağı, günahlarımızın bağışlanmağı, İmam Zaman əleyhissalamın zuhurunun təcillinə səlavat edilir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah hamd verə izzət-i cəlalına, Allah mütəal günahlarımızı bağışlasın. Bu mübarək cümə gününə xatir. Nə qədər xəstələrimiz var. Allah tezliklə şifa versin. Allah hamd verə izzət-i cəlalına, Allah mütəal iltiması dua deyən, xahiş eləyən əzizlərimiz, xahiş eləyiblər dua eləyək. Məxsus xəstələr var, onlar xəstəxanadadırlar, əməliyyata gedənlər var. Allah hamd verə izzət-i cəlalına, Allah mütəal tezliklə şifa versin. Kimin nə hacəti var, Allah mütəal tezliklə hacətlərin yerinə yetirsin inşallah. Bir İmam Sadiq əleyhissalamdan hədis var. İmam Sadiq əleyhissalam öz tələbəsi ilə danışır. Həzrət tələbəsindən soruşur, məndən nələr öyrənmisən? Nələr məndən öyrənmisən? Deyir ki, İmam Sadiq əleyhissalama, Yəbnə Rasulullah, mən səndən 8 mühüm şey öyrənmişəm. Hər birini sayanda İmam Sadiq əleyhissalam qayıdır, deyir ki, əhsən olsun sənə, əhsən vallahi, əhsən vallahi. İmam onun o öyrəndiyi şeylərin hamısına bir-bir neyniyir, deyir ki, əhsən olsun. Onlar nələrdir? Birinci buyurur ki, o 8 şeydən Yəbnə Rasulillah, Rə'aytu qavmən yəxfərunə bil-həsəb. Deyir, baxdım, gördüm, bəzi insanlar var, onlar öz qovumları ilə, ata-babaları ilə neynirlər? Fəxr eləyirlər. Onlar baxırlar ata-babalarına, övladlarına, imkanlarına neynirlər? Fəxr eləyirlər. وَلَآخِرِينَ بِالْمَالِ وَالْوَلَدِ. Və bir dəstə gördüm, öz mal dövləti ilə, övladları ilə fəxr eləyir. Bunu mən gördüm, bunu müşahidə elədim. Yəbnə Rasulillah və izzəlikə la fəxr. Başa düşdüm ki, ey Peyğəmbər övladı, bunlar fəxr olunması şeylər deyil. Bunlara görə fəxr olunmaz, bunlar fəxr ediləsi şeylər deyil. Bir adamın əsli, nəsəbi, ata, babası çox yaxşı adamlar olsun. Mənim atam, babam, hamısı fərz eləyək ki, hamısı olublar təqvalı insanlar, abidi insanlar. Mənə nə? Nə faydası var mənə? Neynir o mənim üçün? Mən namaz qılmıram, amma namaz qılanları çox sevirəm. Mən nə bilim, filandır. Yox, belə deyil, özündə olmalıdır. Sənin namaz qılanı sevməyin o ayrı bir məsələdir. Namaz qılana, Allah bəndəsinə hörmət qoyarsan, bunun əcri var, Allah da sənə hörmət qoyar. Amma bu sənin yaxalı cəhənnəm odundan qurtarmaz. Bu sənə fayda verməyəcək, sənin nicatın bunda deyil. Ata-babavun, nəsəb-əsəbivin, hər kimin nə qədər böyük adam olmağı, abid, zahid adam olmağı, o sənin həyatına nədir? Dəyişiklik eləyə bilməz. Sən bilməlisən, nə ilə fəxr eləyəsən? Fəxr olunası bir şey deyil. Səədul xeyr məhşurdur, Səədul xeyr. Səədul xeyr gəldi, İmam Baqir əleyhissalama dedi ki, ağacan, mən narahatam. Dedi, niyə narahatsan? Dedi, ona görə narahatam ki, mən Üməyyədənəm, Üməyyə nəslindənəm.
Allah da neyniyib? Lənətləyib. Şəcərətul məl'unə deyir Qurani Kərimdə. Lənətlənmiş ağac. Həmən şəcərətul məl'unədir ki, Peyğəmbər yuxuda gördü, minbərinə nədir? Meymunlar dırmaşıb. Peyğəmbər buna görə narahat oldu. Allah Müteal dedi, ey mənim rəsulum, bu yuxunun təvili mənası budur. Bəni Ümeyyə 83 il hakimiyyətdə olacaq, sənin minbərini qəsb eləyəcəklər. Qədr surəsində deyilir, bir gecə 1000 aydan xeyirlidir. 1000 ayı sən yıxsan illərə, həmən Bəni Üməyyənin hakimiyyətdə olduğu dövrlərdir. Allah deyir, yəni, bunlar bir dənə cəhənnəmə qapı açdı Bəni Ümeyyə insanların üzrə, mənası budur. Onlar fəsadlarla insanların üzünə o fəsad qapılarını açdılar. Allah da bu yolları qoyub nədir? Mən sizin üçün bir qapılar qoymuşam, gəlin tövbə eləyin. Bir Qədir gecəsi qoymuşam. Biri nədir? Həzrəti Zəhra salamullah əleyhadır o qapılardan və ilaxır və s. Həzrəti Peyğəmbər buna görə narahat olmuşdu. Allah da demişdi ki, bu ailə nədir? Lənətlənmiş ailədir. Qurani Kərim belə buyurur. Bu şəxs də gəlir, deyir ki, duada da eşidirəm sizdən oxuyursunuz. Lə'nəllah bəni Üməyyətə qatibətən. Bunu da eşidirəm sizdən. Axı, mən o nəsildənəm. Həzrət buyurdu ki, sən xeyirlərdənsən, Səd. Sən axı özün möminsən. Sən bizim yanımızdansan. Sən nə olsun kiminsə oğlusan. Əli ibn Əbi Talibin yanında da nədir? Xəlifə balası var idi. Həzrəti Əlinin yanında da müxtəlif nəsillərdən adamlar var idi. Məsələ budur ki, sənin özündə olan nədir? Mühümmi budur, kimlənsə fəxr eləməyəsən. Deyir, oturdum, fikirləşdim ki, bu şeylərə görə fəxr eləməyin heç bir mənası yoxdur. Ona görə rə'aytu əl-fəxrəl-azim innə əkrəməkum indəllah ətqakum. Deyir, oturdum, fikirləşdim, düşündüm ki, fəxr olunası şey budur. Allah Quranda buyurur, innə əkrəməkum indəllah ətqakum. Təqvadır. Təqvadan başqa heç bir şeylə nədir? Fəxr olunmaz. İndi onu da qeyd eləyəcəyik. Təqva məsələsi olandan sonra orada fəxr söhbəti deyil, orada izzətdir. Fəxr insandan yaranan bir şeydir. Allahın verdiyi təqvanın nəticəsi nədir? İzzətdir. O fəxr deyil. O bütün fəxirləri, bütün ücbləri aradan aparır. Həzrət buyurdu, əhsən vallahi. Quranda 4 yerdə Allah Müteal fəxr, fəxur kəlmələrini işlədir. Fəxr eləyənlərdən danışır və aqibətlərindən danışır. 4 yerdə Qurani Kərim bunlar barəsində danışır. Qurani Kərim Hədid surəsinin 20-ci ayəsində buyurur, İnnəlləhə la yuhibbu kullə muxtalin fəxur. Allah heç bir fəxr eləyənləri neyniyir? Sevmir. Niyə muxtalin fəxur deyib? Həmişə neyniyib? Bunları yanaşı götürüb Allah. Fəxr kəlməsini götürəndə onun yanında nə deyir? Muxtalin fəxur. Muxtal yəni xəyal eləyən. Bunlar belə xəyal eləyirlər. Xəyallarının nəticəsidir bu. Özlərindən düzəltdikləri, qoşduqları bir şeydir. Bunu ortaya çıxardıblar. Rəvayətdə Peyğəmbər Əkrəmdən nəql olunur. Həzrəti Əli əleyhissalam onu buyurur. Həzrəti Əli buyurur ki, la humqə lə'ədən minəl fəxr. Fəxr eləməkdən böyük dəlilik, axmaqlıq yoxdur. Ağıllı adam, Həzrət buyurur nədir? Fəxr eləməz. Fəxirdən yuxarı deyir, o dəlili yoxdur da, bir insan neynəsin, otursun, fəxr eləsin. Deyir, 2 şey var, insanın ruhunu öldürür. Həzrət Əli əleyhissalam buyurur ki, əhləkən-nas isnan, əl-fəxr vəl-fəqr. Buyurur ki,
Xovful fəqr və tələbul fəxr. İki şey var insanı öldürür. Bir, insanın ruhunu öldürür. Bir nədir? İnsan fəqirlikdən qorxsun, fəqirlik qorxusu. İkinci də nədir? Fəxr tələb eləmək, fəxr eləmək. Bu iki şey deyir insanın ruhunu öldürür. Niyə? Qorxu, fəqirlikdən qorxu neynir insanı? Mənim Allahın vacibatın yerinə yetirməməyim, xums verməməyim, zəkat verməməyim, sədəqə verməməyim, yetimin payın verməməyim, qohumlardan bəzilərin nəyi var boynumuzda? Haqları var. Miskinlərin boynumuzda nəyi var? Haqları var. Allah nə deyir? Zəvil qurbanın haqqın ver. Yəni, sənə yaxın olan ailədən adamların haqqın ver. Sədəqə verirsən, ehsan eləyirsən. Birinci deyir, qohumlarından başla. Qohumlarında əgər kasıb varsa, qırağa gedə bilməzsən. Birinci ona ver. Oradan başla. Gözünün qabağındadır da bu. Buradan başla deyir. İndi insan bunları niyə vermir? Mənim pulum azalar. Bu nədir? Bu fəqirlik qorxusudur. Mən fəqirləşərəm, fəqir olaram. Bu qorxudur. Bir də nədir? Buyurur ki, fəxr tələb eləmək. Bu fəxr tələb eləmək, fəxr eləmək kimlərin xüsusiyyətidir? Biz Qurana diqqət eləyirik. Quran-ı Kərim bizə deyir ki, bu cahillərin cahiliyyət xüsusiyyətləri idi. Cahillər nə edirdilər? Bilirsiniz, İslamdan qabaq cahil ərəblər, mən dəfələrlə bunu demişəm ki, düz başa düşək. Biz elə bilməyək, Peyğəmbər elə bir yerə gəlmişdi, onlar deyirdilər Allah yoxdur. Yox, belə deyildi. Onlar deyirdilər yaradan var. Bütün eynirdilər. Bütün onlar vasitə bilirdilər yaradana. Bütpərəst dedi. İçində kafir də, ümumiyyət də Allaha inanmayan bəziləri də ola bilər. Amma Məkkə müşriki demirdi ki, ağzında müşrik deyirsən, şirk qoşan deyirsən. Sən demirsən Allahsız, bütpərəst, nə bilim, nə. Belə deyildi. Bu bütün vasitəsi ilə o Quran ayələri var. Bütləri özünüzə vasitə qərar verməyin. Elə hər yerdə götürüb o ayələri oxuyurlar. Təvəssülə gələndə də onu oxuyurlar. Hələ get bir bax bu ayənin şənin nuzuluna. Nədən danışır? Hansı bütdən danışır? Bu ayə niyə nazil olmuşdu? Belə bir vəziyyət idi. Onlar amma əməlləri yerinə yetirirdilər. Çünki qabaqki peyğəmbərlərdən, nəsillərdən ötürülə bunlara çatmışdı ki, Həzrəti İbrahim burada təvaf eləyib. Bu Məkkə evini İbrahim tikib. Amma özləri bildikləri formada o ayinləri neynirdilər? Yerinə yetirirdilər. Amma o ayinlərin əsəri var idi orada. Kəbənin başına təvaf eləyirdilər, gedirdilər, Minada qalırdılar. Bunlar Minada otururdular. Şairlərin yığırdılar, başlayırdılar fəxr eləməyə. Bunlar deyir, bir dənə yaxşı deyir, Simiçkadan zaddan al, Qədir gecəsidir, oturarıq səhərəcən, oturacaqlar Simiçka istəyəcəklər. Qardaş, sən səhərəcən oyaq qalırsan, Simiçka istəyəsən, kinoya baxasan, yoxsa Qədir gecəsi. Sən Qədir gecəsi oyaq qalmaq deyil, oyanışdır, oyanış. Əhya gecəsi deyirik, oyanmaq gecəsidir, oyağı qalmaq yox. Oyanmalısan o gecədə, ruhun dirilməlidir. O səhərə kimi o qədər qal da, gözün açıq qal. Bunlar da dururdular, orada neyniyirdilər? Danışırdılar, fəxr eləyirlər. Quran-ı Kərim buyurur ki, Fəzkurullaha kəzzikrikum abaukum əv əşəddə zikrən. Siz burada oturub, Quran ayəsi nazil olur Peyğəmbərə, Peyğəmbər bunlara deyil. Siz oturub öz atalarınızı zikr elədiyiniz qədər Allahı zikr eləsəydiniz.
Allah'tan danışsaydınız, siz oturun Allah'tan danışın. Ata-babamızı yada saldığınız qədər Allah'tan danışın. Bəlkə Allah-u Teala nə buyurur? Daha çox siz Allah'ı yad eləməlisiniz. Necədir yas məclisləri? Hamı örgəşib o dövrdən danışsın. Hamı danışanda nə edir? 7-ci əsrdən danışır. Əksəriyyəti də. Hamı deyil. Nə edir? 7-ci əsrdən danışır. Zalımdan danışır 7-ci əsr. Şərabdan danışır 7-ci əsr. Uşaq öldürməkdən danışır 7-ci əsr. Hamısı 7-ci əsrdəndir. Elədir? Bi ayyi zənbin qutilət. Hansı günahına görə uşaqlar öldürülür? İndi öldürülmür. Modern dövrdür, müasir dövrdür. İndi başqa formada öldürülür. Abortlar. Nə qədərdir say? Cahiliyyət dövründə elə öldürülürdü. İndi belə öldürülür. İndi başqa cür öldürülür. Forması sadəcə dəyişib. Zülm eləyən yenə də zülm eləyir. Nə bilim, fəsad törədən yenə də eləyir. Və ilaxır və s. Bunlar hamısı hər bir dövrdə olur və Allah'tan çox ata-babalarımızı zikr eləyirik, eləmirik. Bir məclis olur, yas məclisi, dığ məclis başlayandan axıra kimi nədən danışırlar? Atam belə gəldi, oğlum universitetə girdi, filan kəs belə oldu, nə bilim, filan şey. 2 saat orada oturacaq, heç imkan da vermir ki, yanındakı neynəsin? 2 kəlmə Quran ayəsinə qulaq assın. Amma qıraqda gedib danışanda, bilirsiniz nə edirlər? Ərəbcə danışırlar, oxuyurlar, heç nə başa düşmürük. Mollalar gəlib oxuyub, çıxıb gedirlərdən nə başa düşürük? Azərbaycanca oxudu, Azərbaycanca sən bir ayəyə qulaq astın axı. Bir dənə Quran ayəsinin izahını sən dinlədin axı. Ümumilikdə olaraq biz cəmiyyət olaraq bu işə görə nədir? Məsuliyyət daşıyırıq. Bu bir nəfərin işi deyil ki. Allah deyəcək, oturmuşdunuz orada. Yanındakı danışırdı. Niyə demirdin? Ha kişi, qulaq asıram, xahiş edirəm, imkan ver bir dənə qulaq asımda. Bir dəfə dedim bunu. Bir dəfə götürdüm mikrofonu, əlivə gəldim, mən bir yerdə yadıma gəlir. Özü də o tərəfin adamları daha çox danışandılar. Cavan oğlandı, çağırmışdı məclisə, bunlar da imkan vermirdi, özləri üçün danışırdılar. Gəldi, aldı mikrofonu məndən, dedi, atamın məclisinə gəlmiş. Xahiş edirəm, hörmət qoyun. Mən istəyirəm ki, atam üçün burada məclisdə dindən danışırsın. Kömək eləməlidir məclis yiyəsi də. Özü ondan daha o qədər keçə bilməzlər, o qədər hörmətsizlik eləyə bilməzlər. Bu məsələlərdə bütün cəmiyyət əl-ələ verməlidir. Hamı eləməlidir. Əmr və məruf bir nəfərin işi deyil. Allah hər bir insandan onu soruşur. Hər insan buna görə sorğulanacaq. Allah Müteal buyurur ki, bu ata-babalarınızı buraxın. Bu oğullarınızı buraxın, elə təriflədiniz, bundan danışdınız. Biraz Allahı da neyləyin? Zikr eləyin. Cahiliyyət dövründə buyurur, bunlar belə idi. Bəqərə surəsi 200-cü ayədə deyir Allah Müteal bunu. Sonra Allah Müteal ikinci misalı çəkir harda? Fəxr eləyənlər barəsində. 13 dənə ayədir əzizlər, 13 dənə ayə. Allah Müteal bu ayələri götürür bir-bir, onların xüsusiyyətlərini danışır. Buyurur ki, onlar 2 nəfər idilər. Təfsir alimləri, bəziləri gəlib deyiblər ki, onlar elə 2 qardaş idi. Ayədə isə deyir ki, 2 dənə bir-birini tanıyan dost. Ayədə belə gedir. İndi rivayətlər hardasa görüblər, alimlər, onlar qardaş olub. Allah Quranda bəzən bu cür təbirlərlə danışır. Məsələn, deyək ki, İbrahimin atası deyil, əmisidir, əb deyir ora, Azərə. Azər atası deyil, əmisidir. Və yaxud da ki, başqa yerlərdə müxtəlif təbirlər işlədir. Deyir ki, onlar 2 dənə dost idilər. Onların nəyi var idi? Bağları var idi. Yanbayan bunların bağları var. Birinin bağı var
çox məhsuldardır, üzüm bağıdır, ətrafı xurma ağacları ilə əhatə olunub. Quran ayəsi buyurur ki: "Vadrib lehum məsələn raculeyni cealna li ahadihima cenneteyn min a'nab." Birinin üçün mən nə etmişdim? Cənnət, 2 dənə bağ, 2 bağı var idi. Bağın biri nə idi? Ətrafı hamısı xurma ağacları ilə əhatə olunmuşdu. İçindən çayı var, suyu var, bol məhsuldardır. Nə dedi o? Dedi ki, "Ənə əksər minkə malən və a'du nəfərən." O qayıtdı, dedi ki, mən səndən mal, mülkdə və imkanatda daha üstünəm. Qardaşına dedi, ya dostuna dedi. Malım, mülküm, filanım, sərvətim, işçilərim, övladlarım, mən səndən üstünəm, fəxrlə danışırdı. وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَنْ تَبْدِلَ هَذِهِ أَبَدًا. Girirdi öz bağına, nə deyirdi? Deyirdi ki, mən təsəvvür eləmirəm ki, bir vaxt mənim sərvətim nə olacaq? Aradan gedəcək. Nə qədər olub belə? Milyonlar, villalar, maşınlar, kolleksiya maşın yığıb, nə bilim nə, fəxr eləyir, elə gəzir, elə bir ki, uca dağları da bu yaradıb. Deyir, nə danışırsa ki, nə danışırsa, mənim bu boyda, kim nə deyə bilər mənə? Mənim bu boyda imkanım var, haçan mənim imkanım tükənə bilər ki, nə danışırsınız siz? Bu belə danışırdı, Quran-ı Kərim buyurur ki, belə deyirdi. Deyir, mən fikirləşmirəm, bunlar bir gün məhv olacaq, aradan gedəcək. وَمَا أَدُنُّ سَاعَةً قَائِمَةً وَلَئِنْ رُدِّدتُّ إِلَى رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِنْهَا مُنْقَلِبًا. Sonra da dedi ki, mən heç fikirləşmirəm qiyamətdə olacaq. O qədər fəxr elədi, malı o qədər gözü tutdu. Necə olur? Barama qurdu, necə olur? Allahın nemətlərinin içində boğulur. Yiyir, ətrafına tor qurur. Nə olur o tor? O torun içində ölür də. Onun içində boğulub ölür. Biz bəzən Allahın nemətlərinin içinə giririk, o qədər nemətdə qərq oluruq, Allah yaddan çıxır. Allah arada silkələyir bizi. Bir zəlzələ ilə, bir tufanla, bax ha, bəndə zəifsən ha, bacarmırsan ha, nə qədər tədbir töksən də bacarmırsan, özüvə qayıt, özüvə gəl, bax görsən kimsən. Bu cür danışırdı, sonra da qiyaməti inkar elədi, ondan sonra da qayıtdı, dedi, əgər mən birdən ölsəm də, hələ ölməyinə də inanmır. Deyir, birdən ölsən də, mən gəlsən də, elə ən yaxşı şeylər gərək mən nəsibim olsun da. Var da belə danışanlar, çox eşidirsiniz də, deyir ki, nə var ki burada? Bunları dedi, bunları deyəndən sonra, baxın əzizlər, bunu qeyd edeyim, yadıma düşdü. Bu ayədə həmçinin Allah bir dənə zehniyyətə də cavab verir. O hansı zehniyyətdir? Allahı tanıyanlar imkansızdır, tanımayanlar imkanlıdır. Çox eşidərsiniz də. O mən namaz qılıram, mənim yoxdur, kasıbam, namaz əvvəla birinci elə deyil. Sən hamısını gəzib bütün imanlılara baxmısınız? Yox. Bizim imanlı imkanlımız da var, kasıbımız da var. Bizim kasıb peyğəmbərimiz də var, varlı peyğəmbərimiz də var. Həzrəti Süleymanımız da var, Həzrəti Əyyubumuz da var. Bu belə də var, belə də var, belə deyil. Allah Müteal
hər bir insanı nə eləyir? İmtahan eləyər. Deyir, bu cür danışdı, axırda nə oldu? Axırda dedi ki, nə qiyamət, nə o birisi ilə qayıtsam, hər şeyin yaxşısı da birdən qiyamət olsa mənə verilməlidir. Mən sahib olmalıyam. Birinci fəxr elədi, ondan sonra nə elədi? Ölümü dandı, qiyaməti dandı. Bunları dandı. Qalə ləhu sahibuhu və huvə yuhaviruhu. Deyir, onun yanındakı olan dostu, qardaşı, indi hər kimidir. Onun yanında olan o birisi qayıtdı, ona nə dedi? Ona dedi ki, Əkfərtə billəzi xələqəkə min turabin thumma min nutfətin thumma səvvəkə rəculən. Sən kafir oldun o varlığa ki, səni torpaqdan yaratmışdı, sonra nütfə vasitəsi ilə səni xəlq elədi və bu dünyada kamil bir insan elədi. Sən ona kafir oldun. Binövrən torpaqdandır. Qidalardan biz qidalanırıq. Sülb, övladın sülbü nədəndir? Torpaqdandır. Hər birimizin sülbü o torpaqdandır, o qidalardandır. Torpaqdan götürdü, nəşət tapdı Bəni Adəm. Oradan götürdü və bir insan olaraq Allah səni xəlq elədi ana bətnindən. O da Möminun surəsində Allah o mərhələləri də danışır. 7-ci əsrdir, laboratoriya qoymuşdu axı Peyğəmbər orada. O ateistlər deyirlər, Peyğəmbər mütəfəkkir insan olub, yazıb filan, yaxşı. Bizim mütəfəkkirimiz belədirsə, bunun qabağında nə eləmək lazımdır? Səcdə eləmək lazımdır. Öz məhsuludursa, səcdə eləyin qabağında. O bəziləri var, deyir, Seyyid Rəzi Nəhcül Bəlağəni özü yazıb. Özü belə bir söz deyən adam, belə bir qüdrətə sahib olan adam öz qüdrətini gizlətməz. Deyir, mən görün nə sözlər deyirəm. Görün nə sözlərə mən sahibəm. Baxın əzizlər, buna qayıtdı, bu cür cavab verdi. Kullənə huvə Rabbi və la uşriku bir Rabbi əhədun. Dedi ki, sən müşrik oldun, sən öz Rəbbivə şərik qoşdun. Fəxr elədin, Rəbbivi yaddan, yaradanıvı yaddan çıxartdın. Amma mən öz Rəbbimə heç kimi neynəmirəm, şərik qoşmuram. وَلَوْ لَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ إِنْ تَرَكَنِي أَنَا أَقَلَّ مِنْكَ مَالٌ وَوَلَدٌ. Dedi ki, mən səndən imkanda əgər az olsam da, imkansız olsam da, övladlarım, ətrafım bu cür olmasa da belə, mən bir dəfə Rəbbimə nədir? Şərik qoşmadım. Amma sən öz bağıva girəndə nə deməliydin? Deməliydin ki, maşallah. Cənnətüvə girəndə deməliydin nə? Maşallah. Bağıva girəndə belə deməliydin. La havla və la quvvətə illə billah. Deyir, belə deməliydin. İmam Sadiq əleyhissalam da deyir ki, siz öz nemətlərinizi görəndə, sizə bir xeyir yetişəndə bu ayəni təkrarlayın. Bu ayəni deyin. Maşallahu la quvvətə illə billah. Düzdür, ayədə bu cür nəql olunub. Maşallah, la quvvətə illə billah. Bu cür nəql olunub, ayə belədir. Amma maşallah, la havlə və la quvvətə illə billah da nədir? Deyə bilərsiniz, hədislərdə də nəql olunub. Və əsa Rabbi ən yu'inni hayran min cənnətəkə. Deyir ki, mən Allahdan istəyirəm, ümid eləyirəm, Allah neynəsin? Mənə o cənnət ki var sənə verib, Allah ondan daha xeyirlisin mənə versin. Ondan daha üstünün mənə versin. Deyir, bəla gəldi, bunun bütün bağı, malı, hamısı məhv oldu, getdi. Qurani Kərim buyurur, belə deyirdi.
Və yəqulu ya leytəni ləm uşrik bi Rabbi ahadən. Vay olsun, mən ey kaş öz Rəbbimə neynəməyərdim, bir dənə şərik də qoşmazdım. Allahdan başqa heç bir köməyi olmadı. Nə ətrafı ona kömək eləyə bilmədi. Az görmüsünüz? Bəlkə burada çoxunun da başına gəlib. İmkanınız olanda ətrafınızda nə qədər adam var idi. Sonra nə oldu? Yoxa çıxdılar. Belədir, dünya belədir. Bu dünya malı belədir, bu dünya insanının çoxu belədir. Yalnız və yalnız Allaha bağlı olan insanlar bunu eləməzlər. Dərk eləyən insanlar, bəndəliyi dərk eləyən insanlar. Buyurur, diqqətli olun. Və yəqulu ya leytəni ləm uşrik bi Rabbi ahada. Hunalikəl vilayətu lilləhil haqq və xeyrun. Burada da deyir Allahın vilayəti, qüdrəti. Allah deyir, baxın mənim qüdrətimə. Və bu vilayət mənim vilayətimdir, mənim qüdrətimdir. Xeyirli olan budur, əbədi qalan budur. Allah Müteal buyurur, buna diqqət edin. Üçüncü yer nədir? Üçüncü yerdə Allah Müteal Quranda danışıb fəxr eləyənlərdən deyir, Peyğəmbər oturmuşdu, bir nəfər sərvətli Peyğəmbərin yanında oturmuşdu. İmkanlı oturmuşdu. Əbdülməktum adı ilə məşhurdur. Əbdülməktum da kör bir kişi idi. Bu kör kişi gəldi, daxil oldu. Bu kör heç nə görmür. Onun hərəkətini də görmür. Quran ayəsi nazil olur, məsələni açır. Neynədi? Gördü bu kör gəlir, kasıbın biri filan, gözü də kör, biraz üzünü neynədi? Turşutdu. Üzünü neynədi? Döndərdi. Allah Müteal buyurur ki, o neynədi? O öz üzünü turşutdu, üzünü döndərdi. Əbəsə və bəsara. Neynədi? Üzünü və təvəlla, üzünü döndərdi. Allah Müteal 10 dənə ayə göndərdi orada. 10 dənə ayə başladı o hərəkətlər barəsində danışmağa. Hədisdə var, İmam Sadiq əleyhissalam buyurur ki, siz bir adamla üzləşdiniz, belə bir adamla, kördur. Bir adam görürsən ki, nədir? İmkansızdır. Bir adamın, nə bilim, başqa bir formada hər hansı bir şeyi görsəz, zəif bir şey görsəz, deyin, Allahümmə inni la əsxər. Ey mənim Rəbbim, mən məsxərə eləmirəm ona. Mən ona məsxərə eləmirəm. Və la əfxər. Və fəxir də eləmirəm məndə olandan. Mən məsələn, gözüm görür, onunki görmür. Mən elmliyəm, o elmsizdir. Mən imkanlıyam, o imkansızdır. Deyirsən ki, ilahi, mən ona məsxərə də eləmirəm. İlahi, mən fəxir də eləmirəm. Və lakin əhmədukə alə adimi ni'amik. İlahi, mən sənin mənə verdiyin böyük nemətlərə neynirəm? Şükür eləyirəm. Allah, mən ona baxdım, sən mənə vermirsən, ona şükür eləyirəm. Mənim gözüm görür ilahi, sənə şükür eləyirəm. Məndə bu imkan var, sənə şükür eləyirəm. Mənə övlad vermirsən, bunda yoxdur, sənə şükür eləyirəm. Buyurur ki, bu cür eləməlidir, belə şükür eləməlidir. Bunu deyir, bunu etsəz əgər, Allah Müteal sizə böyük əcr verər. Belə bir vəziyyətdə bunu eləsəz. Şeyx Ənsari böyük alimlərdən olub. Şeyx Ənsari haqqında eşitmisiniz. Camaat yığışır, gəlirlər Şeyx Ənsariyə deyirlər ki, gedək də sən böyük müştəhidsən, alimsən, gəlindi hövzəyə, hövzənin rəhbəri ol. Şeyx Ənsari deyir ki, yox, məndən böyük alim var. Deyirlər, kimdir? Deyir, mənlə həmbəhs olan adam var idi, tələbə yoldaşım idi, o daha güclü idi, filan yerdədir, uzaq bir məntəqəyə göndərir bunları. Bunlar da dururlar o kişinin dalısıca gedirlər, onu tapırlar, filan eləyirlər, deyirlər, Şeyx Ənsari göndərir.
Deyir, bəli, Şeyx Ənsari düz deyib. Mən bəhsdə ondan güclü idim. O tələbəlik dövründə idi. Mən o vaxtı oxudum, çıxdım, gəldim. Şeyx Ənsari illərlə də hövzədədir. İllərlə də orada püxtələşib, qayıdın, gedin. Baxın, belə olublar. Fəxr eləməyiblər özlərinə. 2 dənə kitab oxuyur. Filan düz oxumadı orada. O gün Allah rəhmət eləsin, deyəcəm onu, Ələmdar Mahirin məclisində idi. Bu qulaqlarına da çatsın, başa düşsünlər. Məclisdə idi. Bir nəfər, indi Yasin, o özdə çoxu örgəşib, axı əzbərlə da 50 ildir Yasin, yas məclisindəsən də, əzbərləyəcəksən də Yasini. O Quranı da uzadırsan, yox, mən əzbərdən oxuyacam. Oxuyur. Hələ o işim yox da, o nə günə qoyur, ondan işim yox, oxuyur. İndi o birisinə ötürürlər, verdilər birinə. Bu da yazıq əzbər bilmir axı, deyir, haradır, yerini tapa bilmir də, davamını oxusun. Biri bu yandan başın belə elə. Filan yerdə qalıb, o birisi oradan. Filan yerdən qalıb, başlayır ayəni deməyə. Baxıram, 70 yaşı var bunun. Bu, 70 yaşında hələ belə bir dənə Yasin surəsini əzbərlədiyinə görə fəxr eləyir bu. Bu 70 yaşındadır, bilmir hardadır. Başa düşmür bunu. Bu bərbadçılıqdır. 70 il alnıvı səcdəyə qoyasan, sən bir xüsusiyyəti özündən uzaqlaşdıra bilməsin. Bu bəladır. Sən hara gedirsən? Bu cür fəxr eləyir. Mirzə Şirazi eşitmişsiniz də, böyük alimlərdən olub. Mirzə Şirazinin həyatında da deyirlər ki, Mirzə Şirazi dünyasını dəyişdi. Bir böyük alim var, o alimin dalısıca getdilər, onu götürsünlər, gətirsinlər, bu gələcəkdə Mirzə Şirazidən sonra budur. Hamı gözləyir, məsələn, Şeyh Sistanidən sonra hamın kimi dindirsən, deyir, biz gözləyirik, məsələn, Baqir-i Rəvanini, məsələn. Bu cür indi insanlar hamısı belə fikirləşir. İndi bu da cənazə namazına gəliblər, Mirzə Şirazinin, gördülər ki, bu adam yoxdur burada. Getdilər, sən gəlməmisən filan. Oturmuşdu evdə, dedi ki, mən özdəki, bunlar belə bir adət var idi də, bu alim gedibsə, bundan sonraki onun cənazə namazını qılır və hamı da bilir ki, budur bundan sonra. Gördülər, bu gəlmir. Getdilər qapısına, niyə gəlmirsən? Hamı səni gözləyir. Deyir, içimdən bir dənə gördüm fəxr var. Yəni, bundan sonra sənsən, ona görə mən gəlmirəm. Dedilər, kişi gəl, dedi, yox, Quran ayəsini oxudu. Tilkə darul axirə nec'aluha lillədinə la yuridu uluvvən. Bu bir evdir, cənnətdən danışır Allah, axirətdən. Deyir, bir evdir, ucallıq istəməyənlər üçündür bu ev. Bu əzəmətli ev onlar üçündür. Dedi ki, bu elə bir vəzifədir, bu elə bir məqamdır, elə bir postdur ki, fəxr eləyənlər üçün deyil, bu yükü onlar daşıya bilməz. Niyə deyir, müştəhid nə etməlidir? Ehtiyat vacibə görə dünya hərisi olmamalıdır. Yəni, bunlar dünyaya təlaq verən insanlar olmalıdır. Bunlar belə insanlar, diqqətli olan insanlar olmalıdır. Dedi ki, bu vəzifə ona aiddir. Birinin də həyatında var, onu da həmçinin çox eşitmişsiniz, ziyarətdə olanda da görərsiniz. Seyid Burucerdi. Həmən alim gedir Məşədə. Məşəddə bir alim olur, görür ki, bu gəldi, cəmaat namazında neyniyir? O da böyük alim olur, bunu götürür, verir qabağa. Verir qabağa, deyir ki, yox, sən olan yerdə, sən Peyğəmbər övladısan, sən olan yerdə mən qabağa keçmərəm. Və
üstündən nə qədər keçir, bu ziyarətdə olanda, Həzrət Əli əleyhissalamın ziyarətində olanda, orada da böyük bir alim olur, cəmaət namazı qılırmış Həzrət Əlinin hərəmində və heç vaxtı olmayıb o alimdən qabağa kimsə keçsin. Belə bir şey olmayıb. Namaza gəlirlər, dururlar, bu da arxa səfdə dayanır, həmən alim üçün danışırlar, onun qəbri də Əli əleyhissalamın hərəminin o həyətindədir. Deyirlər ki, həm də çox arif adam olub, o bəsirət sahibi olur. Dönür arxaya, buna deyir ki, keç qabağa. Deyir, yox, deyir, birinci dəfə idi, insanlar belə şey görürdülər. Verdi, deyir, qabağa, dedi, sən qılacaqsan cəmaət namazını. Deyir, cəmaət namazını orada mən qıldım. Qılandan sonra həmən gecə yatdım mən, Əli ibn Əbi Talib, Həzrət deyir, yuxuma gəldi. Deyir, dedi ki, övladımı qabağa salmışdın orada, burada da mən səni qabağa verdim. Mən elədim. Fəxrübü deyir, sındırdın orada. Sındırdın özünü ki, fəxr eləmədin. Yox, məndən qabağa kimsə. İndi gəlirsən, cəmaatın xətrinə dəyir. Vallahi bir şey eləyir ki, birdən də indi diqqət eləmədin, qardaş, bu boyda adamın içində ola bilər də, başın fikirli olasan, birinə salam verib eşitməmisən. Xətrinə dəyir, səndən bir ömür nədir, danışmır. Baxın, əzizlər, buyurur ki, qayıtdı dedi, mən baxdım, insanlar bu şeylərlə fəxr eləyirlər. Amma bunlar fəxr olunası şeylər deyil. İnnə əkrəməkum indəllah ətqakum. Sizin ən üstününüz, üstünlük nədədir? Üstünlük təqvadadır. Və bu təqva da nədir? Təqva oldusa sənə Allah izzət bəxş eləyər. İzzətin olar. İnnəl-ləzīnəttəqəv izə məssəhum ta'ifun minəş-şeytan təzəkkəru. Ayənin sonuncu ayədir. Bunu deyim, buyurur ki, Əraf surəsi 201-ci ayə. Deyir, İnnəl-ləzīnəttəqəv, təqvalı oldular, təqva sahibi oldu. İzə məssəhum ta'ifun minəş-şeytani təzəkkəru. Onların başına fırlanan şeytan onlara toxunduğu zaman, onlara vəsvəsə elədiyi zaman nə edirlər? Onlar ayılarlar, onlar Allahı zikr eləyərlər. İdahum mubsirun, onlar bəsirət sahibidir. Allaha çatmaq üçün iki şey şərtdir. Bir təqvadır, bir bəsirət. Təqvan oldu, bəsirətin olmadısa səni azdıracaqlar. Bəsirət nədir? Təqvanın yanında olmalıdır. Nə çox imanlı insanlar olub, təqvalı insanlar olub, onlar nə edirlər? Onlar məsuma qarşı da çıxırlar. Əli ibn Əbi Talibə qarşı çıxmışdı. Niyə? Bəsirət yox idi yanında. Təqvanın yanında da nə olmalıdır? Bəsirət olmalıdır. Baxın, əzizlər, İmam Sadiq əleyhissalamdan tələbəsinin dediyi bu 8 şey bizə başa salır ki, fəxr insanın nə idi? Bəlasıdır. Fəxr insanı küfrə aparar. Fəxr insanın imanın yandırar. Fəxr insanı bu vəziyyətə gətirər. Allah yanında ən üstün olan şey nədir? İnsanın təqvası olsun, insanın bəsirəti olsun. Allaha and verə izzət-i cəlalına. Allah mütəal günahlarımızı bağışlasın. Allah mütəal bizi təqvalı bəndələrindən qərar versin. İlahi pərverdigarə aləm sənə and veririk, izzət-i cəlalıva bizi bağışlamamış bu dünyadan aparma. İlahi pərverdigarə aləm xəstələrimizə tezliklə şifa ver.
İlahi, vətən keşiyində olan əzizlərimizi sağ-salamat istəklərinə yetir. İlahi, vətəndən qıraqda olan əzizlərimizi qanim salim istəklərinə yetir. İlahi, pərverdigar-ı aləm millətimizin, xalqımızın nə qədər daxilində, xaricində düşmənləri var, məhv elə. İlahi, mənəvi düşmənlərimizi məhv elə. İlahi, möminlərin maddi, mənəvi müşküllərin həll elə. İlahi, pərverdigar-ı aləm dünyada müsəlmanları qalib, düşmənlərin məğlub elə. İlahi, İmam Zaman ağanın zuhurunu təcil elə. İlahi, bizləri o ağanın qarşısında yox, civarında qərar ver. Bütün dualarımızın qəbul olunmağı, xahiş eləyiblər, dualar eləyək, məxsusi dualar eləyək. Allah Müteal tezliklə hacətlərin rəva eləsin deyənə ucalı səlavatı deyək.